İmam İbn Qayyim, Allah ona rəhmət etsin, Dərd və Dəva kitabında buyurur ki, kim qəlbini Allahdan qeyrisinə bağlasa, ona 3 dəfə əzab verirlər dünyada. Birinci əzab, onu əldə eləmək üçün bütün səyini, var gücünü sərf eləyər ki, əldə eləsin. İkinci əzab, onu əldə eləyəndən sonra qoruyub saxlamaq üçün əzab çəkər. Var gücü ilə çalışır ki, o əlindən çıxmasın. Üçüncü əzab odur ki, o əlindən çıxandan sonra həddindən artıq təəssüflənir və Allah Taala'nın qədərinə qarşı gəlir. Çox şiddətli peşmançılıq keçirdir içində ki, o niyə getdi, niyə əlindən çıxdı və s. Bu da onun üçün əzabdır. Həqiqətən də belədir. İnsan gərək qəlbini Allaha bağlasın, Rəbbinə bağlasın. Allah Taala ona nemət versə bilsin ki, nemətdir. Allah Taala alsa bilsin ki, onun üçün imtahandır. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem hədisdə mümini necə vəsf edib? Belə olmağa çalışmaq lazımdır. Deyir ki, mömin adam qəribədir, onun işi təəccüblüdür. Allah ona nemət verəndə şükr eləyir, bu onun üçün xeyirdir. Bir imtahan göndərəndə səbr eləyir, bu da onun üçün xeyirdir. Sonra deyir ki, bu yalnız mömin adamdır. Nemətə şükr eləyir, imtahana səbr eləyir. Onun insan qəlbini gərək Allaha bağlasın. Qəlbi Allaha bağlı olan adamın əlindən nəsə gələndə çox şiddətli fərəhlənmir, əlindən gedəndən də çox şiddətli kədərlənmir.